Laçın rayonundan çıxıb gələndə mən Qax rayonunda məskunləşmişəm. Buradan Qax cəmaatını salamlayıram. Orada böyük boşa Harada böyümsən? Qaxda. Qax rayonunda. Qax rayonunda. Orada böyük boşa satmışıq. Yəni bizi sevənlər, Qaxın bütün cəmaatına, bütün kəndlərinə. Yayda bir təşkilinə gələk Qaxda bir verilir çəkək. Nə vaxt ürəyiniz istəsə gələrsiniz. Qax cəmaatını salamlayıram. Laçınları salamlayıram. Bəli, buradan Laçın cəmaatın. Rusiyada bizim çox sayılı dostlarımız, izləyicilərimiz var. Onlar hamısını salamlayıram. Allah bütün gənclərimizin yolunu açıq eləsin. Yaxşı sənəti olan insanlara Dünya Televiziyası dəstəkdir. Mən bu günləri sosial şəbəkələrdə bir paylaşım gördüm. Kimdirsə, deməli, elə insanlar, bircə saniyə mən bunu deməliyəm, elə insanlar, elə şeylərdən danışırlar ki, ümumiyyətlə onlardan biz danışsaq, onlar gərək Azərbaycandan köçüb gedələr. Həqiqətən. Nə bilim, bilmirəm, bir pırpız baş, bir ara özün kiməsə oxşatdı, indi özün kiməsə, bilmirsən, ümumiyyətlə nədir, bu nə məxluqdur, aktyor olmaq istəyir, gəh müğənni, onunla tutuzdura bilmir. İndi də başlayıb ona ilişməyə, buna ilişməyə, o kanala belə deyir, bu kanala belə deyir. Niyə efirlərimizdə, belə deyək də, bölgələrimizdən müğənnilər gəlir. Bu Azərbaycanımızın, deməli o insan özü Azərbaycanlı deyil. Azərbaycanlı olan insan, qanında Azərbaycan qanı olan insan, Azərbaycandan olan, Azərbaycanımızın bölgələrindən olan istedadlı insanlarımıza heç vaxt irad tutmaz. O insanın istedadı varsa, ona bütün televiziyaların, radyoların qapıları açıq olmalıdır. Çünki bu torpaqda, bu məmləkətdə onlar yaşayırlar. Azərbaycan Respublikasının vətəndaşlarıdır. Biz gedib başqa düşmənimizi gətirib çıxartmırıq efirə. Və mən ona biraz şübhə elədim ki, bu Azərbaycanlı ola bilməz. Neysə, bunun qanında bir qarışığı var. Çünki Azərbaycanlı olan kəs heç vaxt Azərbaycandan, hansısa bir kənddən, bugün baxaq, xalq artistlərimizin hamısı, hansısa bir rayonun bir kəndindəndir. Heç kim evində məşhur olmayıb. Efirə çıxıb, insanlar onun sənətini görüb və dəstəkləyiblər. Biz də Dünya Televiziyası da bütün gənclərimizə, istedadlı gənclərimizə qapılarımızı açmışıq ki, bu televiziya zaten sizin televiziyanızdır. Doğma kanalımız demişsiniz, biz də sizə qucağımızı açmışıq. Gəlin, istedadınızı mən Samirə söyləyin, şəxsən hər zaman qulluğunuzdayam. Buyur. Vətən bağım, mənim bağım,